Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda maaş, pensiya və sosial müayinətlərin ödənilməsi sahəsində yeni mərhələ başlayır. Vətəndaşların uzun müddətdir gözlədiyi yeniliklərdən biri kimi qiymətləndirilən bu dəyişiklik insanların bank seçimi imkanlarını daha da genişləndirəcək. Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri administratoru Tofiq Acırqayevin açıqlamasına əsasən yaxın gələcəkdə vətəndaşlar əmək haqqı, pensiya, təqaüd və digər sosial ödəyişlərini almaq üçün istədikləri bankı sərbəst şəkildə seçə biləcəklər. Bu isə o deməkdir ki, artıq maaş və ya pensiya almaq üçün müəyyən bir bankdan istifadə etmək məcburiyyəti olmayacaq. Məlumata görə yeni sistem vətəndaşların rahatlığını artırmaq məqsədi daşıyır. İnsanlar özlərinə daha uyğun hesab etdikləri bankın xidmətlərindən yararlana biləcək, təqdim olunan imkanları müqayisə edərək seçim etmək hüququ əldə edəcəklər. Bu yanaşma banklar arasında rəqabəti də gücləndirəcək və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Rəsmi açıqlamada bildirilib ki, proses mərhələli şəkildə həyata keçiriləcək. İlk olaraq əmək haqqı ödəyişlərinin yeni sistem üzərindən icrasına başlanılması nəzərdə tutulur. Sonraki mərhələlərdə isə pensiya, təqaüd və sosial müayinətlərin də bu sistemə inteqrasiyası həyata keçiriləcək. Layihənin əsas məqsədlərindən biri vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirməkdir. Bununla yanaşı banklar müştərilərini cəlb etmək üçün daha səfərli xidmət paketləri təqdim etməyə çalışacaqlar. Xüsusilə pensiya alan şəxslər üçün müxtəlif güzəştlər, bonus proqramları və nağdsız ödənişlərə görə əlavə üstünlüklərin təqdim olunacağı gözlənilir. Mütəxəssislərin fikrincə bu dəyişiklik ölkədə rəqəmsal ödənişlərin inkişafına da müsbət təsir göstərəcək. Vətəndaşlar maliyyə əməliyyatlarını daha rahat və sürətli şəkildə həyata keçirə biləcəklər. Eyni zamanda ani ödənişlər sisteminin imkanlarından istifadə genişlənəcək və ödəniş prosesləri daha operativ olacaq. Qeyd olunub ki, heç bir vətəndaş bu prosesə məcburi şəkildə cəlb edilməyəcək. Hər kəs öz istəyi ilə bank seçimi edə biləcək və mövcud seçimlərini dəyişmək hüququna malik olacaq. Bu isə vətəndaşların maliyyə azadlığını artıran mühüm addım kimi qiymətləndirilir. Hazırda layihənin həyata keçirilməsi üçün aidiyyəti qurumlar və banklar arasında müzakirələr davam edir. Texniki inteqrasiya işləri aparılır və sistemin təhlükəsiz, etibarlı şəkildə fəaliyyət göstərməsi üçün hazırlıq görülür. Beləliklə, Azərbaycanda maaş, pensiya və sosial ödənişlərin verilməsi sahəsində yeni dövrün başlanğıcı qoyulur. Yeni sistem vətəndaşlara daha çox seçim imkanı təqdim edəcək. Bank sektorunda rəqabəti gücləndirəcək və maliyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.